Qanun 2. Daim öyrənin və inkişaf edin. Hind yaradılış hekayəsinə görə Allah əvvəlcə bir dəniz ilbizi, mollyusk qabığı yaratdı və onu dənizin dibinə yerləşdirdi. Orada onun həyatı elə də maraqlı deyildi. O yalnız qanadlarını, yəni qabığını açır, biraz dəniz suyu buraxır, sonra yenə bağlayırdı və bu gündən günə belə davam edirdi. Sonra Allah qartal yaratdı. Ona azadlıq və hər yerdə uçmaq imkanı verdi. Qartal üçün demək olar ki, sərhəd yox idi. Amma bu azadlığın əvəzini də ödəməli idi. O hər gün özünə yem tapmalı idi. Bu isə asan deyildi, xüsusən də balaları olanda və onları doyurmaq üçün bütün günü ov etməli olanda. Amma qartal bu şərtlə məmnuniyyətlə razılaşdı. Sonra isə Allah insanı yaratdı. Ona dəniz ilbizini və qartalı göstərdi və soruşdu: "Bəs sən hansı həyatı yaşamaq istəyirsən?"